Əziz izləyicilərim, mən bu günləri almalı, qozlu, darçınlı rulet şirniyyat hazırladım. Həm dadlı, həm də ətirli, çox gözəl olur. Biskviti üçün 3 ədəd yumurta, 1 çay stəkanı süd, 1 çay stəkanı duru yağ, 1 ədəd qabartma tozu, 1 ədəd də vanil. Qarışdırıb bunları 160-170 dərəcə arasında bişirdim. İç xərci üçün də dörd-beş ədəd alma gedir. Rəndələyib qabığını orta iri alma elədim mən. 5 ədəd getdi. Qabığını soydum. Rəndələdim. 1 stəkanda qoz üyütdüm. 2 dolu çay qaşığı da darçın əlavə elədim. Orta ateşin üzərində suyu çəkilənə qədər qovurdum. İçərisinə unutdum 6 qaşıq şəkər tozu da əlavə elədim. Birlikdə qovurdum, suyu çəkildi. Rulet büküb hazırlayandan sonra arasına hazırlanmış almalı kremi yaxıb yenə də bükdüm. Üzərinə də şəkər pudrası və qoz düzdüm. Kim necə istəsə dəyişik də eləyə bilər, hazırlaya bilər. Beləcə çox gözəl, dadlı olur, ləzzətli olur, həm də qoxusu, ətri möhtəşəmdir. Resepini altında qeyd eləyəcəm. Hər kəs hazırlasa, bu başdan afiyət bal şəkər olsun, nuş olsun.